Deməli, bu zaman 15-i 3-ə böləndə burada 5 alınır deyənə. Yəni, bucaq əmsalları da B-lər də üst-üstə düşür deyənə. Burada deyirik ki, funksiyanın qrafikləri də üst-üstə düşür. Belə. Bu funksiyanın qrafiklərinin vəziyyətidir. Əslində, burada bir misala diqqət eləmək istəyirəm. Məsəl üçün, tutaq ki, 6 nömrəli misaldır. Səhifə 161-də. Bizə nə verib? Verib ki, A variantında tutaq ki, y bərabərdir ulduz x və y bərabərdir ulduz x üstəgəl 5. Deyir, ulduzun yerinə elə bir ədəd yazın ki, funksiyanın qrafikləri paralel olsun, bu funksiyaların qrafikləri paralel olsun, kəskin və yaxud da ki, üst-üstə düşsün. Əgər mümkündürsə qeyd edib, ola bilər ki, yəni heç, məsəl üçün, bəzi hallar mümkün olmur da. Biz dedik ki, əgərləri bucaq əmsalları müxtəlifdirsə, onda bunlar kəsişir. Deməli, yaza bilərik ki, y bərabərdir 2x və deyək ki, y bərabərdir 3x üstəgəl 5. Y-lər, A-lar, yəni bucaq əmsalları müxtəlif olduğuna görə biz heç B-lərə baxmırıq. Burada B əslində 0-dır, burada isə 5-dir. Yəni, yenə də müxtəlifdir onlar. Amma yenə də bizə o maraqlı deyil. Bizə bucaq əmsalları maraqlıdır. Onlar müxtəlif olduğuna görə, yəni 2 3-ə bərabər olmadığına görə deyəcək ki, burada kəsişir. Kəsişir. Kəsişən hal üçün yaza bilirik. İkinci, çalışaq yazaq paralel üçün. Paraleldə demişdik ki, bucaq əmsalları bərabərdir. Deməli, yaza bilərik ki, y bərabərdir 2x bərabərdir və y bərabərdir 2x üstəgəl 5. Bu zaman bucaq əmsalları bərabər oldu. Onda deyəcək ki, paralellik var. Amma bunların üst-üstə düşməyindən ötürü bucaq əmsalları da bərabər olmalıdır. B-lər də bərabər olmalıdır. Yəni, o y oxu ilə kəşmə nöqtələri də bərabər olmalıdır. Amma bu mümkün deyil axı. Yəni, burada B bizdə 0-a bərabərdir. Burada isə 5-ə bərabərdir. Ona görə artıq bunların üst-üstə düşməyi heç də mümkün deyil. Yəni, bir hal üçün isə yazdıq. Belə. Sonra ola bilər ki, belə bir misal çıxsın qarşımıza. Məsələn, deyir ki, tutaq ki, belə bir misal verib. Nə deyir, aşağıda verilmiş funksiyanın paralel olduğunu söyləmək olarmı? Və yaxud da ki, belə bir funksiya verib, x çıxılsın 11 və y bərabərdir 0,1 x çıxılsın 1,1 bölünsün 0,1. Belə bir funksiya verib. Bu çox maraqlıdır əslində. Burada nə edə bilərik biz? 0,1 x 0,1-ə bölünür, bizə x verir. 1,1 bölünür 0,1-ə bizə 11 verir. Görürsünüzmü, nəticədə bu iki funksiya bir-birinə bərabər oldu. Onda deyəcək ki, bu funksiyalar nə edir? Üst-üstə düşür. Üst-üstə düşür. Yəni, bəzən hazır bizə verilmir. Yəni, funksiyaların veriliş qaydası fərqli olur. Bu şəkildə vurmaqla B-nin və A-nın qiymətini tapmaqla da ola bilər ki, funksiyanı tapaq. Funksiyanın yazaq.